16-cı əsrin əvvəllərində süqut edən dövlətləri müəyyən edin. Hülakilər dövləti 1357-ci ildə süqut edibdir. Şirvanşahlar dövləti isə 1538-də süqut edibdir. Deməli, bu sırada Hülakilər dövləti bura uyğun gəlmir, çıxırıq. Ağqoyunlu dövləti 1503-cü ildə süqut edibdir. Teymurilər dövləti isə 1507-ci ildə süqut edibdir. Buradakı hər iki dövlət uyğun gəldi. Düzgün cavabımız budur. Qaraqoyunlu dövləti 1468-də süqut edibdir. Dehli sultanlığı isə 1526-da süqut edibdir. Burada Qaraqoyunlu dövləti uyğunluğu pozdu. Qızıl Ordu dövləti 1502-ci ildə süqut edibdir. Hülakilər dövləti isə 1357-də süqut edibdir. Burada Hülakilər dövləti yenə uyğunluğu pozdu. Ağqoyunlu dövləti 1503-cü ildə süqut edibdir. Səlcuqlar dövləti isə 1118-1157 Sultan Səncərin dövründən sonra, yəni 1157 qeyd eləyək, parçalanma gedibdir. Bu Ağqoyunlu dövləti uyğun olsa da Səlcuqlar dövləti bura uyğun deyildir. Bunda çıxırıq. Düzgün cavabımız Ağqoyunlu və Teymurilərdir.